Bugün UBT-yə düşən biyologiya suallarını izah olacaq, izah edən Nəsrullah Hüseyin. Birinci sual. Onurğalı bir canlının aşağıdakı əlamətlərdən hansıları yalnız məməllər sinfinə aiddir? Bu varianta baxanda görürük ki, birinci variant diri bala doğması. Bəli, diri bala doğma məməllər sinfinin nümayəndələrində var, amma yalnız məməllər sinfinə aid olan bir əlamət deyil. Çünki diri bala doğma həm qırıqlıqlarda, həm sürünənlərdə olan bir xüsusiyyətdir. Ona görə yalnız məməllərə aid etmək mümkün deyil. Amma diri bala doğma təbii ki, məməllərdə olan bir xüsusiyyətdir. İkinci sual, ikinci variant, süd vəzlərinin olması. Süd vəzlərinin olması yalnız məməllər sinifinin əlamətidir. Elə sinifin adı da buradan götürülür və süd vəzləri yalnız məməllər sinifinin əlamətidir və bu düzgün variantdır. Üçüncü variant, ağızyer tənəffüsünün olması. Bəli, ağızyer tənəffüsü ilk dəfə suda qurda yaşayan canlılarda yaranmışdır. Belə ki, su mühitindən quru mühitinə keçməklə əlaqədar olaraq canlılar artıq atmosfer havası ilə tənəffüs etməyə başlamışlar və onlarda ilk dəfə ağızyer tənəffüsü yaranmışdır. Və ağızyer tənəffüsünün olması onların heyvanlar içərisində söhbət gedir təbii ki və ağızyer tənəffüsünün olması çox sevdiğin xüsusiyyətlər bundan görə bu yalnız məməllərə aid olunur. Dördüncü, qapalı qanlama sisteminin olması. Qapalı qanlama sistemi yalnız məməllərin xüsusiyyəti deyil, bəli, bütün məməllərin qanlama sistemi qapalıdır, amma bütün məməllər ancaq yalnız məməllər sinifinin əlaməti deyil. Çünki quşlarda, sürünənlərdə, suda qurda yaşayanlarda, eləcə də həqiqəli qurlar tipində qapalı qanlama sistemi yansıdır. Bu variantda sən. Beşinci, ixtisaslaşmış dişlərin olması. Bəli, ixtisaslaşmış dişlər yalnız məməllərin xüsusiyyətidir, amma onu da nəzərə alaq ki, ilk dəfə ixtisaslaşmış dişlər yırtıcı dişli sürünənlərdə yaranmışdır. Ancaq yırtıcı dişli sürünənlərin nəsli kəsildiyinə görə hal-hazırda yaşayan canlılar içərisində və ixtisaslaşmış dişlər yalnız məməllər sinifinin əlaməti sahibdir. Altıncı, döş qəfəsinin olması. Döş qəfəsi ilk dəfə əmələ gəlib sürünənlər sinifində və sürünənlər sinifində, quşlar sinifində və məməllər sinifində deməli döş qəfəsi var. Ona görə də bu variantda yalnız məməllərə aid deyil və cavab 2-dir. İkinci bir sual. Növ sayına görə ən geniş yayılmış bitki şöbəsi hansıdır? Və bu variantlara baxanda örtülü toxumlar şöbəsinin 250.000 növ var. Sıfat toxumlar sinifinin şöbəsinin 750 növ var. Birikimlərin 11.500, mamulkimlərin 25.000 mövcuddur və yosunların burada 55.000 növü mövcud olduğunu bilirik. Və bunlara görə də görürük ki, 250.000 növ ən çox haradadır? Örtülü toxumlar şöbəsində. Ən az növ haradadır? Deməli, sıfat toxumlar şöbəsinin nümayəndələri. Növbət sual, insanda hava ilə qan arasında qazlar mübadiləsi tənəffüs yolunun hansı hissəsində baş verir? Və buradan baxaq, sualda deyilir hava ilə qan arasında. Əgər burada qandan söhbət gedirsə, deməli burada mütləq olmalıdır, qan damarları olmalıdır. Gördüyümüz kimi bu variantların içərisində yalnız alveolların üzəri kapilyar damarlarla örtüldüyü üçün qazlar mübadiləsi yalnız alveollarda baş verir. Məsələn, quşlar sinifində bilirik ki, ikiqat tənəffüs mövcuddur və onlarda ağızyerlərdə başqa hava kisələri vardır və hava kisələrində deməli hava toplanır. Amma hava kisələrində qazlar mübadiləsi getmir. Çünki hava kisələrində alveol olmur və onda üzəri kapilyardan örtülmür. Ona görə də qan, yalnız qazlar mübadiləsi, qanla hava arasında qazlar mübadiləsi yalnız ağızyerlərdə gedir. Bunun da səbəbi yalnız alveollarda qan damar sisteminin olması. Növbəti, 54-cü sual. Məməli bir heyvanın diploid hüceyrəsi qüvvəsində 6 cüt xromosom vardır. Bu canlının erkək fərdinin somatik hüceyrəsində xromosom yığımı necə olur? Bu sual izahına deməli boş yer. Deməli bu sual necə izah olacaq? Məməli bir canlı əgər diploid xromosom dəstindən söhbət gedirsə, deməli bu xromosom dəsti nədir? 2N-dir. 2N. Və bu arada bildik ki, diploid xromosom dəstində
N-in qabağında olan 2 cinsi xromosomların sayını göstərir. Və əgər burada bizə şərtdə deyilir ki, diploid hüceyrənin nüvəsində 6 cüt xromosom var. 6 cüt alçın xromosom 12 alçın xromosom deməkdir. Bu sualda necə edirik? Əgər bu orqanizm diploid xromosom dəstinə malikdirsə, deməli bu nədir? 2N-dir. Baxın, bunun əgər 6 cüt alçın varsa, bilir ki, 2N olan orqanizmin N-in qabağında olan 2 cinsi xromosomların sayını göstərir. Əgər bunun 6 cüt alçın xromosomu varsa, deməli bunun 12 alçın xromosomu var, üstə gəlinsin, 2 də nə olmalıdır? Cinsi xromosom, çünki diploiddir və bunun 14 cəmi xromosom olur. Bunların 12-si şərtdə verildiyi kimi alçın, ikisi cinsi. Ona görə 2 bərabərdir, 12 üstə gəlinsin. Əgər bu erkək bir orqanizmdirsə, X, Y, məsələdə şərtdə erkəkdən soruşur. Əgər bu dişi bir orqanizm məməli heyvan olsaydı, olacaqdır 12 üstə gəlinsin, X, X. Növbəti suala keçək, 55-ci sual. Növbəti sual, 55-ci sual. Şəkildə hüceyrə orqanoiddir və onda baş verən proseslər təsvir olunmuşdur. Bu hüceyrə orqanoiddən hansı hüceyrəyə rast gəlir? Baxın, bu hansı orqanoiddir? Üzvü maddə daxil olur, oksigen daxil olur və bu orqanoiddə enerji, karbon qazı və su əmələ gəlir. Bu orqanoidin adı nədir? Təbii ki, mitoxondur. Mitoxondri üzvü maddələrin oksidləşdiyi yerdir və üzvü maddələr sona qədər karbon qazı və suya qədər parçalanır. Ümumiyyətcə, hər bir üzvü maddənin, istənilən üzvü maddənin tam parçalanmaya məruz qaldığını göstərən əlamət onun karbon qazı və suya qədər parçalanmasıdır. Və üzvü maddə daxil oksigen iştirakı ilə karbon qazı və su və nə əldə edilir? Enerji əldə edilir. Yəni, hüceyrə bu prosesi aparmasının əsas səbəbi enerji əldə etməsidir. Və bu prosesdir, harada gedir? Mitoxondriyada. Variantlara baxanda görürük ki, mitoxondri hansı canlılarda olmur? Mitoxondri prokaryotlarda olmurdu. Çünki prokaryot orqanizmlər yalnız bakteriyalardır və onların hüceyrələrində yalnız hüceyrə orqanoidlərindən ribosoма rast gəlinir, mitoxondriyə rast gəlinmir. Ona görə də burada biz eukaryot olmayan bir hüceyrəni seçməliyik. Bitkinin gövdə hüceyrəsi eukaryotdur, insanın bağırsaq hüceyrəsi eukaryotdur, böcəyin əzəli hüceyrəsi eukaryotdur, bağırsaq çöp hüceyrəsi, bəli, bağırsaq çöp hüceyrəsi nədir? Bu artıq bakteriyadır. Bakteriyadır. Və ona görə də bu prokaryot olduğuna görə bunun mitoxondrisi yoxdur və bu proses getməyəcək. İnsan sinir hüceyrəsi də təbii ki, eukaryotdur. Növbəti 56-cı suala baxaq. 56-cı sualda deyir ki, aşağıdakı 3 fərqli növün genotipi verilmişdir. Bu fərqlərin əmələ gətirə biləcəyi qamet müxtəlifliyini azdan çoxa doğru sıralayın. Biz bilirik ki, qameti hansı düsturdan alınır? Qameti alan düstur 2 üstü N düsturudur. Bəli, 2 üstü N düsturudur. 2 üstü N düsturu bizə qametlərin sayını bildirir. N burada nədir? Heterozigotların sayıdır. Heterozigot. Variantlara baxaq. Birinci variantlar verilib bizə böyük ya, kiçik ya, bu heterozigotdur. İkinci, böyük B, kiçik B heterozigotdur. Böyük C, kiçik C heterozigotdur. 2 dənə kiçik D homozigotdur. Deməli, birinci fərq 2 üstü 3. Səkkiz qamet əmələ gətirəcək. 8 müxtəlif qamet əmələ gətirəcək. İkinci fərqimiz baxırıq. 2 dənə böyük A, homozigot, böyük B, kiçik B, heterozigot, böyük C, kiçik C, heterozigot, 2 dənə kiçik D, homozigot. Heterozigotun sayını hissələrdən 2 dənədir. Bir bu, bir də C-lər. Və 2 üstü 2, 4 burada qamet əmələ gəlir. Üçüncü,
Baxın burada heterozigotlara, bəli, bu heterozigotdur. Deyilər heterozigot deyil, C heterozigot deyil, deyilər heterozigot deyil. Ona görə də bu 2 üstü 1. Yəni 2 müxtəlif qamet hazırlayacaq. Və cavabda da bizdən azdan çoxa doğru sıralayın deyirsə, onda 3, 2, 1 ardıcıllığında olacaq. Növbəti sual. Bitkilərin adı verilib və deyir ki, verilmiş bitkilərdən neçəsində yarpaqlar lələkvari mürəkkəbdir. Bu sırf faktoloji testdir və bu testdə kitabın deməli yarpaqların deməli formasını əzbərləmək lazımdır. Və bu variantlarda deməli lələkvari yarpaqlar hansılardır? Onların altına xətt çəkilir. Ağ akasiya tək lələkvaridir. Güləbaxan lələkvari deyil. Sətənə lələkvari deyil, noxud cüt lələkvaridir, itburnu tək lələkvaridir. Və burada cavab nədir? Növbəti sual keçək. Və növbəti sual insan gözündə kol bacıqlar əsasən yerləşir. İnsan gözündə bilirik ki, kol bacıqlar və çöpçüklər torluq işarı olan reseptorlardır və bunlar torluq işarı yerləşməlidirlər və cavabda deməli bu sarı ləkədir. Biz bilirik ki, sarı ləkədə kol bacıqların sayı daha çoxdur. Kol bacıqların əsas funksiyası işıqda və rəngli görməni təmin etmək, çöpçüklərin funksiyası qaranlıqda və rəngsiz görməni təmin etməkdir. Çöpçüklərin sayı torluq işarda 130 milyon, kol bacıqların sayı isə deməli 7 milyon olur. Kör ləkədə ümumiyyətlə nə kol bacıq olur, nə kol bacıq olur, nə çöpçük olur. Çünki kör ləkə görmə sinirinin çıxdığı yerdir və orada heç bir reseptor yerləşmir. Sarı ləkə doğru variantımızdır. C variantında torluq işarının kənarına səpələnmiş halda bunlar çöpçüklərdir. Kol bacıqlar torluq işarının kənarlarında yoxdur. Billurda ümumiyyətlə heç bir deməli görmə reseptoru yerləşmir. Bəbəkdə heç bir görmə reseptoru yerləşmir. Bəbək üzeyli dışarıda olan dəlikdir və kök yollarının torluq işığa keçməsinə yardım edir. Növbəti sual 59-cu sual. Uyğunsuzluğu müəyyən edir. Burada gördüyümüz kimi canlılar verilib və onların ifrazat orqanları verilib. Hansı səhvcə biz onu tapmalıyıq? Birinci, adi arı ifrazat qovuculuğu, bu düzgün variantdır. Adi arı bir hüceyrəli canlıdır və onda ifrazat orqanı ifrazat qovuculuğu. İkinci, çay xərsəngi. Çay xərsəngi uymayanlar tipinin nümayəndəsidir və çay xərsənginin deməli ifrazat orqanı yaşıl bəzlərdir. Bir cüt olur və onlar atacaqları bığcıqlarının dibinə açılır. Üçüncü, may böcəyi. May böcəyinin ifrazat orqanı variantda böyrək verilir. Böyrək səhv variantdır. Çünki may böcəyinin ifrazat orqanı deməli böyrək yox, malpigil orqanıdır. Dördüncü, anadonta deməli ifrazat orqanı böyrəkdir, bu düzdür. Anadonta bilir ki, iki böyrəyi olur. Çay xanasında cüt böyrəkləri olur və bu ifadədə doğrudur və deməli yanlış variant may böcəyinin ifrazat orqanının böyrək olmasıdır. Növbəti suala keçək. Kəllənin skeletinə aid olmayan sümüyü müəyyən edir. Bəli, kəllənin skeletinə aid olmayan sümüyü müəyyən edək. Kəllə bilirik ki, beyin qutusundan və üst skeletindən ibarətdir və bu sümüklərdən hansı ora aiddir, onu tapmalıyıq. Almacıq sümüyü üzün skeletinə aiddir, cüt sümükdür. Alt çənə sümüyü başın yeganə hərəkətli sümüyüdür, tək sümükdür, kəlləyə aiddir. Ənsə sümüyü kəllə qutu sümüyüdür, tək sümükdür və kəllənin yeganə deməli onurlarla birləşən deməli sümüyü ənsə sümüyüdür. Gicgah sümüyü cüt sümüyüdür, kəllə qutu sümüyüdür. İnci sümüyü isə bəli burada doğru cavab incidir. Çünki inci sümüyü aşağı ətraf sərbəst hissəsinə aiddir insan skeleti. Keçək növbəti sualımıza. Növbəti sualımız ekologiya bölməsinə aiddir. Aşağıdakı qida zəncirlərindən hansında minimum enerji itkisi şəraitində canlıların bədəninə bərabər miqdarda enerjilər olan bitkilərdən keçən enerjinin miqdarı daha azdır. Və burada baxın,
Bu tip məsələləri həll edərkən biz bilirik ki, ümumiyyətlə hər bir ekosistemdə nə olmalıdır? Hər bir ekosistemdə olmalıdır. Deməli, produsent canlıdır. Olmalıdır konsument canlıdır. Bir də olmalıdır verilişən canlı. Ekosistemin deməli biyoloji canlıları bunlar olmalıdır mütləq. Konsumentlərin sayı birdən çox ola bilər, verilişənlərin də sayı müxtəlif ola bilər, elə konsumentlərin də sayı müxtəlif ola bilər. Deməli, ekosistemdə. Proseslərin əsas funksiyası nədir? Proses adından gördüyü kimi, bu ad proces sözündən götürülür. Deməli, sintez etmək deməkdir. Və yaxud da istehsal etmək deməkdir. Proseslərin əsas funksiyası nə etməkdir? Proseslərin əsas funksiyası üzvü maddə sintez etməkdir. Deməli, proseslər üzvü maddə sintez edirlər. Deməli, proseslər üzvü maddə sintez edirlər və bu üzvü maddə konsumentlərin bədəninə keçir. Belə ki, biz bilirik ki, ekosistemdə bir canlıdan digərinə qida keçdikdə və orada olan enerjinin 5 və yaxud da 20% növbəti canlıya ötürülür. Yəni, minimum 5, maksimum 20% digər canlıya ötürülür. Və biz variantlarda baxırıq ki, birincilərdə, bütün variantlarda birinci bitkidir, bəli doğrudur. Çünki bitkilər produsent canlılardır, onlar aplotrof yolla qidalanıb üzvü maddə əmələ gətirirlər. İkincidə, həmin produsent canlılar da qidalanan konsumentlərdir. Məsələn, bitki yeyən bir canlı olmalıdır, çəyirtkədir, qoyundur, ceyrandır, dovşandır, maraldır və bunların hamısı bitki yeyən canlılardır və bitkidə əmələ gələn üzvü maddə keçir həmin o bitki ilə qidalanan canlıların deməli orqanizminə. Və bu enerji təbii ki, əgər burada gördüyünüz minimum yazılırsa, deməli 5% ötürülməlidir. Üçüncü variantlarda deməli konsument ikiləri göstərilir. Əgər ümumiyyətlə nəzər salsaq, bilək ki, bitki hüceyrələri, bitki orqanizmi günəş enerjisinin 1%-dən istifadə edir. Bitkilər günəş enerjisinin 1%-dən istifadə edir. Daha sonra bitki ilə qidalanan canlılar, deməli, bitkilərlə qidalandıqda onların orqanizminə həmin enerjinin 5 və yaxud da 20% keçir. Və əgər konsumentlərin sayı nə qədər çox olarsa, deməli, digər canlıya keçən enerjinin miqdarı az olacaqdır. Məsələn, bitki müəyyən qədər məsələn, x qədər enerji sahibdirsə, çəyirtkəyə onun 5% keçəcək, yəni 0,5x. Kəkliyə çəyirtkədə olan enerjinin 0,5% keçəcək, yəni 5% keçəcək, 0,5 hissəsi. Türkiyə canavara get-gedə azalacaq, deməli, bu enerjinin miqdarı, keçən enerjinin miqdarı az olacaq. Və bu variantlarda konsumentlərin sayı nə qədər çoxdursa, deməli, canavara bir o qədər az enerji düşəcək. Niyə? Baxın, səhv variantlarında bitki, qoyun, canavar. Bəli, qoyun gedir, bitkini yeyir, canavar da gedir, qoyunu yeyir. Və bitkidə əmələ gələn enerjinin 5% keçir qoyuna, onun da qoyunda olan enerjinin 5% keçir canavara. C variantında da bu belədir, bitki, ceyran, canavar. D variantı, bitki, dovşan, tülkü, canavar. Bu variantda, bəli, bitkidə olan enerjinin 5% keçir dovşana, dovşanda olan enerjinin 5% keçir tülküyə, tülküdə olan enerjinin 5% keçir canavara. Y variantında, bitkidə olan enerjinin 5% keçir marala, 5% keçir canavara. Amma doğru variant olan A variantında gördüyümüz kimi canavara az enerji gələcəkdir. Çünki enerji çəyirtkə, kəklik, tülküdən keçib canavara gəldiyinə görə ona gələn enerji daha azdır. Bu variantı məsələn, desək ki, ikinci, burada cavab doğruları təbii ki, A variantıdır. Məsələn, ikinci desəydik ki, məsələn, ikinci olaraq hansı variantda daha enerji çatar canavara, bu D variantı olardı. Çünki gördüyümüz kimi burada 2 konsument var, dovşan və tülkü. Və nə olsa da, məsələn, şərtinə görə cavabımız A variantı olacaq. Keçən növbəli sonra. Bu antoloji testi, yəni kitab testidir. Və burada soyanın mənşəyi göstərilir ki, soyanın mənşəyi hansı mərkəzdir və bu da əzbər testi və cavab Şərqi Asiya.
Növbəti sualımız, sxemdə isi yerinə hansı nağılı yazmaq olar? Bu insanın tarixi inkişafında, yəni antropogenezə aid olan bir xüsusiyyətdir. Baş beyin həcminin 1400 kvadrat, 1400 sm olması, 50-100 nəfərlik qruplar halında yaşamışlar, ilkin bitki yaranmışdır və dəri paltar geymişlər. Bu xüsusiyyətlərin hamısı neandertallara aid olan bir xüsusiyyətdir. Niyə kromozomlara aid deyil? Çünki kromozomların beynin həcmi 1600 cm-dir və onlarda ilkin ilk yaranmamışdır. Artıq onlarda ilk var, amma ilk olaraq bəli kromozomlarda yaranmamışdır. Ptekantroplara məsələn götürsək, ptekantropların başının həcmi deməli 1400 kub santimetr deyil. Onların beyin həcmi 900-1100 kub santimetrdir. Eyni zamanda ptekantroplar dəri paltar geyinməyiblər, onlar sürü halında yaşayıblar, yəni 50-100 nəfərlik qruplar halında yaşamayıblar və ilkin nitqdə əmələ gəlməmişdir. Neandertallar variantı düzdür, onlarda deməli ilkin nitq yaranmışdır, çünki ilk dəfə onlarda çənaltı çıxıntı əmələ gəlib. Onlarda ilk dəfə sürü halında, qrup halında yaşayışa keçid baş vermişdir, bəli dəri paltar geyinmişdir neandertallar. Sinantropların baş beyin həcmi 850-1200 kub santimetrdir. Onlar sürü halında yaşayıblar, onlarda nitq olmuyor, amma dəri paltar geyinirlər və sinantroplara da aid olmayan variantlar var. Heidelberg adam yalnız onu bilir ki, 6 sənə suyu tapılır və onun deməli baş beyin həcminə və yaxud da qrup və yaxud da sürü halında yaşamasına aid elə bir məlumat yoxdur. Ona görə bu variantlara uyğun gələn cavab C variantı neandertallar. Növbəti sual 64. Kişi orqanizmində hansı bədən boşluğunda 3 növ vəziyyət rast gəlir? Bu sualın cavabı gördüyü kimi qarın boşluğu. 3 növ vəzi deyənlər, bizim vəzlərdə birisi növ olur, vəzlər olur. Daxili sekresiya vəzləri, vəzlər olur, xarici sekresiya vəzləri, bir də vəzlər olur, qarşı vəzlər. Bu 3 növ bizim vəzimizdir. Daxili sekresiya vəzləri bilirik ki, heç bir xüsusi axtarımı yoxdur. Onların ifraz etdiyi maddə birbaşa qana verilir və hormon adlanır. Xarici sekresiya vəzlərinin xüsusi axtarımları olur. Onların sintez etdiyi fermentlər bədən boşluğuna ifraz olunur. Qarşı sekresiya vəzləri isə həm daxili sekresiya vəzi kimi hormon, həm xarici sekresiya vəzi kimi ferment hazırlaya bilir. Və qara boşluğunda bu 3 növ vəziyyətə rast gəlinir. Hansılardır? Qara boşluğunda rast gəlinən vəzlər, deməli, məqaltı vəz. Məqaltı vəz bilirik ki, qarşı sekresiya vəzisidir. O, daxili sekresiya vəzisi kimi insulin və glikogen hormonları sintez edir. Xarici sekresiya vəzisi kimi isə həzm fermentləri, tripsin, lipaza, amilaza kimi fermentləri sintez edib, onu 12 barmaq bağırsaq boşluğuna ifraz edir. Qara boşluğunda olan daxili sekresiya vəzisi böyrəküstü vəzidir. Böyrəküstü vəzi, böyrəküstü vəzi daxili sekresiya vəzisidir. O, daxili beyin və xarici qabıq qatından ibarətdir. Daxili beyin qatı adrenalin və noradrenalin, xarici qabıq qatı aldosteron və kortizol hormonlarını sintez edir. Qara boşluğu olan xarici sekresiya vəzlərini isə buna misal olaraq göstərə bilərik biz həzm sistemi vəzləri. Həzm sistemi vəzləri deməli qara boşluğuna aid olan xarici sekresiya vəzləridir. Cavab burada D variantı qara boşluğu. Plasentalı məməllərin əmələ gəldiyi element dövrü. Bu, deməli, patoloji testi, Absent jurnalında da bu testin deməli cavabı var. Yəni, orada olan cədvəldə bu variant göstərilir. Plasentalı məməllərin əmələ gəldiyi dövrü mesozoy erasının təvaşir dövrüdür. 66-cı sual. Kişi orqanizmin sistemi toxunmasının müəyyən bir sahəsində 200 akson varsa, həmin sahədə neçə il ikinci xromosomunu salmaq olar.
Əgər kişi orqanizmdən söhbət gedirsə, əlbəttə birinci olaraq biz bunun kişi və ədadın olduğunu hələ bir qırağa qoyaq və biz əvvəlcə aksonlarla işləyək. Deyək ki, müəyyən bir sinir toxumasının müəyyən bir sayısı 200 akson var. Biz bilirik ki, sinir toxuması sinir hüceyrələrindən və pey hüceyrələrindən təşkil olunmuşdur. Pey hüceyrələri sinir hüceyrələrindən 10 dəfə artıq olur. Sinir hüceyrələrin funksiyası sinir impulslarını qəbul edib ötürməkdən ibarətdir. Pey hüceyrələri isə deməli ikincili funksiyalarını yerinə getirir. Məsələn, dayaqdır, qoruyucudur, qidalanmadır və s. Biz bilirik ki, hər bir sinir hüceyrəsinin bir aksonu çoxlu dendriti və bir gövdəsi olur. Şərtdə verildiyi kimi, əgər toxumada 200 akson varsa, deməli 200 akson bərabərdir nəyə? 200 sinir hüceyrəsi. Yəni neyron. 200 neyron varsa, deməli neyronların sayı 10 dəfə çox pey hüceyrələri olur. 200-ü bu ona tapırıq 2000 pey hüceyrəsi. Və neyronlarla pey hüceyrələrini toplayırıq. Görəsinin toplamasında nə qədər cəmi hüceyrə var? Bu edir 2200. 2200 sinir toplamasında hüceyrənin olduğunu bilirik. Və artıq keçirik məsələn birinci tərəfinə, iki orqanizmdən söhbət gedirsə, ümumiyyətlə hər bir iki orqanizm hüceyrəsiinin bir nüvəsində deməli bir Y cinsi xromosomu olur. Çünki insan məməlilər sinifinə aiddir və məməlilər sinifində somatik hüceyrədə X və Y cinsi xromosomlara rast gəlir. Yəni 1X, 1Y cinsi xromosom olur. 2200-də vuruq 1-ə, yəni bir hüceyrə, bir Y cinsi xromosomu olduğuna görə deməli burada cavab nədir? 2200 Y xromosom rast gəlir. Növbət olsun. İki başlanğıc bakteriyadan 1 saat müddətində maksimum neçə bakteriya əmələ gəlir? Biz bakteriya məsələni həll edəndə hansı düsturdan istifadə edirik? N bərabərdir 800T vurulsun N. Burada N əmələ gələn bakteriyaların sayını göstərir. Əmələ gələn bakteriyaların sayı. T saat N ilkin bakteriyaların sayı. N başlanğıc bakteriyaların sayı. 8 burada nədir? 8 burada onu göstərir ki, bir bakteriya, bunu burada göstərək, 20 dəqiqədən bir çoxalır. Bir bakteriya burada maksimum neçə fərq olaraq neçə bakteriya əmələ gəlir dediyinə görə, deməli bakteriya 20 dəqiqədən bir çoxalır. Bir bakteriyada 20 dəqiqə sonra 2 bakteriya əmələ gəlir. Daha 20 dəqiqə keçəndən sonra bu 2 bakteriya da bölünür və 4 bakteriya əmələ gəlir. Bir 20 dəqiqədə keçəndən sonra burada deməli 8 bakteriya əmələ gələcək. Və burada gördüyümüz kimi 1 saat vaxt keçdi. 1 saat müddətində bir başlanğıc bakteriyadan sonda 8 bakteriya əmələ gəldi və ona görə də 8 bəli, bu həmin 8-dir. Məsələdə verilən şərtlər verilən rəqəmləri bu düsturda yerinə qoyaq. Başlanğıc bakteriyaların sayı göstərir 2, yəni n bərabərdir 2-yə və sayı da verir 1 saat, t bərabərdir 1-ə və düsturumuzu yerinə qoyub edirik. Deməli, düsturumuzu yerinə qoyub edəndə n bərabərdir 8 üstü 1 vurulsun 2 başlanğıc bakteriya. Bu da 1, 16. Cavab burada deməli 16. Növbəti sual. K5-55-Y10 devir çiçək düsturunun aşağıdakı bitkilərdən hansının çiçəyində olunur? K5-55-Y10 devir paxlanlar dəstəsinin nümayəndələrinə uyğundur və burada paxlanlar dəstəsinə aid olan bitkini seçməliyik. Arpa bir ləpərlər sinifinin paxlanlar dəstəsinə aiddir. Kələm iki ləpərlər sinifinin
xat çəkimlər dəstəsinə aiddir. Kartof badımdan çəkimlər dəstəsinə aiddir. Günəbaxan isə mürəkkəb çəkimlər dəstəsinə aiddir. Cavab burada lobya, çünki lobya paxılı kimlər dəstəsinə aiddir. Növbəti sual. Bu məsələdir, maraqlı məsələdir. Zülal biosintezinə aid bir məsələ. Və bu məsələdə deyir ki, DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu formalaşdıran en sayda nukleotid varsa, bu sayədə sintez olunacaq zülalın malik olduğu enerjini tapar. Ümumiyyətlə, zülalın malik olduğu enerjiyi necə taparlar? Məsələni belə deyək, arxadan öne gəlir, məsələni daha rahat başa düşmək üçün. Deməli, bir zülalın enerjisini tapmaq üçün necə tapar zülalın enerjisini? Hər bir ümumiyyətcə, üzvü maddənin enerjisini tapmaq üçün onun qramını, 1 qramında verdiyi enerjiyə vurmaq lazımdır. Zülalın enerjisini tapanda biz zülalın kütləsini, yəni MC kimi göstərək, 17,6-ya vurmalıyıq. Ki, biz istədiyimiz cavabı tapaq. Və gördüyümüz kimi bizdə zülalın malik olduğu, yəni kütlə olmadığına görə biz deməli həmin birinci kütləni tapaq. Bizə verilən DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşusu formalaşdıran en sayda nukleotid var. Nukleotiddir. Əgər mən nukleotidimi 3-ə bölsəm, çünki nukleotidlər 300 birləşikə tripletlərə əmələ gətirir. Ona görə bir triplet 3 nukleotidə bərabərdir. Yəni, nukleotid tripletdən 3 dəfə çoxdur. Mən nukleotidini 3-ə bölsəm, taparam tripletlərimin sayını. Hər bir amin turşusu bir tripletlə kodlaşdığı üçün tripletlərin sayı həm də amin turşularının sayına bərabərdir. Amin turşu. Və amin turşularının sayını bildikdən sonra bir amin turşusunun kütləsinin 110 qram olduğunu bildiyimiz üçün biz amin turşusunun sayını 110-a vurmaqla nəyə tapa bilərik? Zülalın kütləsini. Və yuxarıdakı yerdə də məsələdə onun yerinə qoya bilərik. Və indi biz bunları cəmləşdirərək necə yazmalıyıq? Eni birinci 3-ə bölməliyik. Tapmalıyıq tripletlərin sayını. Tripletlərin sayını tapandan sonra onu biz 110-a vurmalıyıq. Zülalın kütləsini tapmaq üçün və aldığımız cavabı da nəyə vurmalıyıq? 17,6-ya ki, enerjini tapaq. Və burada gördüyünüz kimi elə bir variant var və bu cavab burada nə bəndidir? B bənd. Yəni, düzgün cavab. Növbəti test. Növbəti test aşağıdakı heyvan hüceyrəsində zülal sintezi sxematik olaraq göstərilmişdir. Sxema əsasən X, Y və Z ilə göstərilmiş kanallara deməli yazılmalıdır. Və burada gördüyünüz kimi bu zülal biosintezinə aid bir sualdır. Sonda çünki zülal molekullar əmələ gəlir. Zülallar ribosomlarda sintez olunur. Deməli, zülal sintez olunması üçün nə lazımdır? Zülallar orqanizmdə yeganə üzvü maddələrdir ki, onlar xüsusi informasiya əsasında sintez olunurlar. Hüceyrədə olan bütün zülallar haqqında informasiya DNT-də saxlanılır. DNT hüceyrənin nüvəsində yerləşir və DNT-dən birinci transkripsiya prosesindən MRNA sintez olunur, məlumat DNT-si və məlumat DNT-si zülal haqqında olan informasiyanı zülalın sintez olunduğu yerə, yəni ribosomlara gətirir. Ribosomlara gətirildikdən sonra ribosomlar MRNA-də olan deməli, informasiyanı triplet oxuyur və triplet oxuduqca deməli, nəqliyyat DNT-ləri həmin tripletlərə uyğun amin turşularını ribosomlara gətirirlər. Və ona görə də deməli, X olaraq burada DNT göstərilir. DNT-dən transkripsiya prosesində məlumat DNT sintez olunur. Və ribosom məlumat DNT-sini oxuduqca amin turşusunu məlumat ribosoma nə gətirir? Nəqliyyat DNT-si.
Növbəti sual, insan həzm sistemi aiddir. Həzm orqanlarında zoonlara təsir edən fermentlərin əmələ gəldiyi mühitlərin ardıcıllığını göstərir. Ümumiyyətcə, üzvü maddələr hansı mühitlərdə parçalanırlar? Ümumiyyətcə, həzm kanalında üzvü maddələrin parçalanması ağız boşluğunda, mədədə və 12 barmaq bağırsaqda baş verir. Ağız boşluğu, insanda söhbət gedirsə, ağız boşluğu deməli, zəif qələbi mühitdir. Mədə turş mühitdir. Nazik bağırsaq qələbi. Və zoonlara təsir göstərən fermentin əmələ gəldiyi mühitdən ardıcıllığını göstərir. Biz bilirik ki, ağız boşluğunda zoonları parçalayan ferment yoxdur. Niyə zoonları parçalayan ferment yoxdur? Çünki zoonları parçalayan fermentlər deməli mədədə və nazik bağırsaqda sintez olunur. Zoonların parçalanması mədədə başlayır. Mədədəki mühit turşdur. Burada bilirik ki, mədədə turş mühiti yaradan florid turşudur. Florid turşusu mədədə turş mühit yaradır və mədədə zoonları parçalayan fermentlər mədənin əsas hüceyrələri tərəfindən sintez olunan pepsid zülaldır. Nazik bağırsaqda bütün üzv maddələrin parçalanması baş verir və bu mühit qələbi mühitdir. Burada qələbi mühiti yaradan bikarbonat ionlarıdır və zoonları parçalayan ferment tripsin adlanır və mədaftır vəzin deməli fermentləridir. Ona görə zoonlar iki mühitdə, turş və qələbi mühitdə parçalanır. Növbəti sual 72. sual. Doğma variantların ardıcıllığını müəyyən edin. Bütün bitkilərdə fotosintez prosesi baş verir. Bu ifadə səhv ifadədir. Niyə səhv ifadədir? Çünki bütün bitkilərdə fotosintez baş verir. Məsələn, götürək natriya bitkisini. Natriya bitkisi parazit bitkidir və o bitkinin köklərində yaşayaraq hansı üzv maddələrlə qidalanır. Buna görə də onda fotosintez baş vermir. Ümumiyyətcə, onda xlorofil pigmentlər rast gəlir. İkinci, bütün bakteriyalarda xemosintez prosesi baş verir. İfadəsi səhv ifadədir. Bəli, xemosintez prosesi yalnız bakteriyalarda baş verir. Amma bütün bakteriyalarda xemosintez prosesi baş verir ifadəsi səhvdir. Yəni, xemosintez edən bakteriyalar azot, kükürt və dəmir bakteriyalardır. Məsələn, yaşıl bakteriyalar, göy yaşıl yosunlar, kırmızı bakteriyalar, bunlar fotosintezlə deməli, üzvü maddə sintez edirlər. Ona görə də bu ifadələr düzgün deyil. Üçüncü, bütün hüceyrələrin xloroplastı olmur ifadəsi bəli doğrudur. Bütün hüceyrələrin xloroplastı olmur. Məsələn, xloroplastı olan hüceyrələrin hansılardır? Bitkilərin əksər hüceyrələrində xloroplast olur. Göbələklərdə xloroplastı ümumiyyətcə rast gəlmir. Heyvanların bəzilərində, yəni yaşıl ırqında, buyboxda xloroplast olur, digərlərində olmur. Bakteriyalarında ümumiyyətcə xloroplast olmur. Çünki bakteriyalar prokaryotik orqanizmlər olduğu üçün onlarda ribosomal başqa digər hüceyrə orqanizmlər rast gəlmir. Dördüncü sual. Dördüncü variant. Bütün quşlar yumurta qoymaqla çoxalır. Bəli, bütün quşlar yumurta qoymaqla çoxalır. Çünki quşlarda diri bala doğma və yaxud da yumurta bala doğma yoxdur və bütün quşlar yumurta qoymaqla çoxalır və quşların yumurtası sarılıqla zəngin olur. Ona görə də yumurtanın bölünməsi zamanı yalnız Lüşin diski bölünür. Bütün cüzləri qanadı olur, ifadəsi də səhvdir. Bəli, bütün cüzləri qanadı olmur. Məsələn, misal olaraq göstərə bilərik, işçi qarışqalar bilirik ki, uça bilmirlər, onların qanadı olmur. Buna başqa taxtabitidir, bitdir, belədir, bunların da qanadları olmadığına görə uça bilmirlər. Tamam mı? Növbəti sual. İnsanın fərdi inkişafında onurğanın şöbələrində əyriliklərin yaranmasının ardıcıllıqla sıralayın. Bəli, gəl ardıcılıqla sıralayaq. İlk əmələ gələn oma əyriliyidir. Oma əyriliyi embrional dövrdə əmələ gəlir. Dölün embrional dövründə əmələ gəlir. Boyun əyriliyi uşaq 2 aylıq olarkən yaranır. Döş əyriliyi
uşaq 6 ay olarkən yaranır. Bel əyriliyi isə ən son yaranan bel əyriliyidir. Uşaq 1 yaşında olanda onda bel əyriliyi yaranır. Onun da yaranmasının ardıcıllığını göstərsək, oma, boyun, döş və bel əyriliyi kimi göstərə bilərik. Növbəti testimiz. Şəkildə təsvir olunmuş canlıların uşaq xüsusiyyətlərini ardıcıllıqla seçin. Şəkildə gördüyünüz kimi qurbağa və deməli göyərçin verilmişdir. Və bunların hər ikisinə aid olan biz əlamətləri buradan seçməliyik. Birinci klorkanın olması, bəli bu düzgün variantdır. Çünki hər ikisində klorka vardır. Klorka bilirik ki, olan canlılarda, klorkaya malik olan canlılarda ifrazat məhsulları ilə qida qalıqlarının qarışması baş verir. İkinci, döş qəfəsinin olması. Döş qəfəsi qurbağada yoxdur. Bir dənə döş qəfəsi sürünmə sinifində əmələ gəlmişdir. Göyərçinin isə döş qəfəsi var. Buna görə də bu ifadə sərtdir. Çünki döş sümüyünün olması. Bəli, hər ikisində döş sümüyü var. Ancaq qurbağanın döş sümüyü döş qəfəsinə aid deyil. Yuxarı tərəfə qurşaq skeletinə aiddir. Göyərçinin döş sümüyü isə döş qəfəsinə aiddir. Onun görə döş sümüyünün olması hər iki canlının əlamətidir. Dördüncü, göz qapaqlarının olması. Bəli, göz qapaqları hər iki canlının əlamətidir. Çünki hər iki canlı quruda yaşadığına görə onlarda göz qapaqları var. Göz qapaqları ilk dəfə olaraq qurbağalarda əmələ gəlmişdir. Daha doğrusu da burada yaşama sinifində əmələ gəlmişdir. Və qurbağada deməli cəmi 4 göz qapaq olur. Quşlarda isə 3-cü göz qapağına da rast gəlilir və onların cəmi 6 göz qapaq olur. Ümumiyyətlə hər ikisində göz qapaqları olur. 5-ci, pəncə lüləsinin olması. Pəncə lüləsinin olması yalnız quşlar sinifinin əlamətidir. Çünki quşlarda yalnız gördüyünüz kimi də pəncə lüləsi olur və pəncə lüləsinin funksiyası quşun addımını böyütməkdən ibarətdir. Cavab 1-3-dür. Sonuncu sual. Aşağıdakı qrafikdə zula sintezi zamanı molekulların sayını dəyişməsi zamanı asılı qrafiki göstərilmişdir. Bu çox maraqlı sualdır və bu sualda izah edək. Gördüyünüz kimi burada bir rəqəmi ilə artan, yəni bir molekulların sayını tapmalıyıq. 2 rəqəmi ilə dəyişməyən molekulların sayını, 3 rəqəmi ilə isə zula sintezi zamanı azalan molekulların sayını tapmalıyıq. A variantında birinci deməli su molekulları göstərilmişdir. Və su molekullarının sayı zula sintezi zamanı artır. Niyə? Çünki zula amin turşularının birləşməsindən əmələ gəlir. Hər bir amin turşu digər amin turşusuna birləşəndə bir molekul əmələ gəlir və ona görə get-gedə su molekullarının sayı artır. Və bu birinci deməli qrafikdə uyğundur. İkinci, peptid rabitələr. Bəli, peptid rabitələrin sayı həmişə zula sintezi zamanı əmələ gələn su molekullarının sayına bərabərdir. Çünki 2 amin turşusu arasında bir peptid rabitələri gəlir. Ona görə peptid rabitələr də deməli zula biosintezi zamanı onun da sayı artır. Üçüncü variantı, sitoplazmada olan sərbəst amin turşularının miqdarı. Bildik ki, dedik ki, zula amin turşularının sintezi olunur. Əgər amin turşuları bir-birinə birləşirsə, deməli sitoplazmada sərbəst şəkildə yerləşən amin turşularının sayı azalacaq. Ona görə də bu üçüncü deməli qrafikə uyğundur. Dördüncü, ATF. ATF nədir? ATF universal enerji mənbəyidir, kimyəvi enerjidir. Zula biosintezi plastik mübarək olduğu üçün, yəni sadə birləşmələrdən mürəkkəb birləşmələr əmələ gəldiyi üçün bu prosesin getməsi üçün mütləq enerji tələb olunur. Ona görə də zula biosintezi zamanı enerjinin miqdarını azalır. Ona görə də bu üçüncü qrafikə uyğundur. Y variantı ferment. İstənilən kimyəvi reaksiyada, istənilən biokimyəvi reaksiyada fermentin miqdarı heç vaxt dəyişmir. Fermentin funksiyası reaksiyanın sürətini deməli artırmaqdan ibarətdir. O reaksiyaya necə daxil olursa, eləcə də deməli reaksiyanı tərk edir və onun miqdarında dəyişiklik baş vermir. Ona görə də ferment ikinci qrafikə uyğundur. Cavab 1A, B, 2Y, 3C, D. Bugün deməli üretimin düşən sualların biologiya fənnindən izahını verdik. Sağ olun.